Bu hasar var ha. Bu hasarı buradan götür. Sök götür. Olur pod obyekt. Ha, evimiz budur. Düz yolun üstündə. Notariusa yaxın məsafədə bax görürsünüz. Burada nə istəyirsən al. Kafe, dükkan, mağaza. Nə istəyirsən? Evin altını tonla obyekt eləmək olar. Tonla evin altında obyekt eləmək olar. Bax belə bir evimiz çıxıb. Bəlkə adam var heç obyekt eləmək istəmir, özü yaşamaq istəyir. Amma yəni gələcəkdə fürsət var. 158.000, 3 sota yaxın. Bax belə bir gözəl ev. Bax bu hasar 155.000. Bax bu hasar, bax obyekti yəni burada da tikmək olar. Birinci mərtəbədən buradan xod qoyub evin altını tonla obyekt eləmək olar. Supermarket. Ya da elə ver şeyə, nə bilim, Araz marketə, ona buna arendaya. Yəni çörəkli ev deyək. Qarajımız. Hə, evimiz monolitdir, möhkəm tikili evdir. Bax buranın təmiri yoxdur. Bu vəziyyətdədir. Yəni istəsəniz təmir edib yuxarı remontludur ya. Yəni burada da yaşamaq olar. Amma imkanın varsa, elə bu evi al, aşağısını obyekt elə. Nə, lüboy şey, parixmaxır, salon, həm çox şey eləmək olar. Avtomasterskoy və s. və ilaxır. Avtomobil təmiri, nə bilim. Ya pulun yoxdursa al at, gələcəkdə elə. Yəni imkan var. Yəni düşmə bir variantdır da bu, belə deyək. Mən bunu adını qoyuram, düşmə. Gediş gəliş də görürsən, nə olur? Maşınlar gedir, gəlir. Bax. Yəni ölü küçə deyil. Gəl. Kim alsa Allah xeyir versin. Evimiz 4 otaqlıdır. Buyur. İşığını da yandıraram mən. İşıqlar yanmır buranın. Heç də olmaz, söndürək. Qonaq otağımız geniş. Arası bir 28 kvadrat metr təşkil edir qonaq otağımız. Mərtəbə arası monolitdir. Evimizin mətbəxi özü hamısı da işıqlıdır ya. Hamısı da işıqlıdır. 155.000 oldu. 155.000. Birinci yataq otağı, 3 dənə də yataq otağı. Bu ikinci yataq otağı, indi ola bilər. Otağın işığı yandıra bilmədik. Bu ikinci otağı. Yox, yəni 3 yataq otağıdır, bir qonaq otağı. Ümumilikdə 4. Bu da ki, belə bir geniş sanuzeldir. Duş kabin içində, bax, belə içinə yer qoyulub. Yol qırağı, obyekt ev istəyənlər gələcək üçün şans. Alın, sonra mən sağ ol deyəcəksiniz ki, belə bir sizə ev çəkdim, göstərdim, aldıq. Deyəcəksiniz, Allah ölənlərə rəhmət eləsin. Açansın. Sağ ol.